Bir daha selamlar, saygılar. Güney Azərbaycandan Baxış programının 98-ci bölümündəyik. Biz yayın sürərkən, canlı olarkən kəsildi yayın. Mən əsla özünə kəsildi. Ya indi nə oldu kəsildi, mənim xəbərim yox. Ancaq mən o yayını davam etmək üçün və danışmağımızı davam etmək üçün bir daha açdım. Onu qoydum ki, yığılsın və save olsun. Səfəli bəy, əsla birdən-birə proqramımız kəsildi. Bəli, kəsildi. Save elədiniz onu Omara. Onu mən yazdım save, ancaq görəcək nə olacaq. Mən bunu biləsiniz ki, Tamam. mən heç bir şey... Əvvəldən bizə bir vaxt verdi, əvvəldən bir saat danışaq. Doxunmadı. Yox, saatla deyil bizimki, ancaq... İkinci bölümü də, ikinci bölümü əvvəldən danışaq. Bu çox indiyəcən olmamışdı. Özü-özünə kəsildi. Hər halda mən dönüm o söhbətimizə. Yox, lütfən. Əvvəldən, çünki bu özü bir ayrı müstəqil video olacaqdır. Təşəkkür. Belə başlamayaq. Çox sağ olun. Bizə görə Evrəm sistemi... Oğuz bəy, 98-ci proqramı başlayırıq. Yox, o getdi, bu ayrı videodur. 98-ci bölümdə biz düşüncəsəl konuları ələ alırıq. O da bu konunun adını mən qoyum. Əgər müvafiq olsanız, bu konunun adı içə dönmüş qatılıqdır. Tamam. İçə dönmüş qatılıq. İngilizcəsi istəsəniz olur inverted violence. Yəni içə dönmüş violence. Inverted yəni içə dönmüş, tersinə dönmüş. Biz böyle deyirik ki, insan öz evrim sürəsində, gəlişim sürəsində bütün özünə bənzər və değişik homogeneous qrupları aradan aparmış. İnsan evrim sürəsində ən çox qaba, ən çox hiləkar, ən çox qatı, ən çox sərt, ən çox acımasız, genocidal, yəni genocide eləyən, qətl-am eləyən, suicidal, özünü öldürən və hətta kannibal və dünyada hər nə kötülük, hər nə pislik desəniz, bu insan odur. Bu insan odur. Bu ən qorxunc, ən hiləkar, ən qorxunc mövcud dünyada insandır. Ən qorxunc. Bütün heyvanlar insandan qorxarlar. Bütün hər kəs də zaten haqlardır. Baxın, buraya gəldiniz indi beləsi. Mən həmişə düşünürəm ki, o qanuni cəngəl deyirlər ha. O bizdən çox yaxındır. O bizim baxışımızdır. Yox, baxışımızdır. Amma o bizi insanın yaşamından yaxındır. Amma o qanunu da biz düzəltmişik. O bizim beynimizdən. Bizim beynimizdədir. Amma yenə də, yəni bizim beynimizdə onları ayırmışıq. Biz ayırmışıq, özümüzü onlardan üstün bilirik. Amma baxanda görürük ki, onlar məsələn, onlarda da özünü öldürmə var. Amma qətl-am eləmə yoxdur. Qətl-am eləmə yoxdur. Yox, qətl-am anlamı. Əslində anlamları biz yaratmışıq. Amma özünü öldürmə yoxdur. Onlar yox. Onlar gedib birdən, məsələn, birdən o nəsli kilsə yoxdur belə bir şey. Yox, onu bilmirlər. Onu bilmirlər. Onlar, mən istəyirəm deyəm ki, onlar və biz yoxdur. Yəni, çünki insan gəlmiş, özünü ayırmış, deyir ki, mən insanım, onlar heyvandılar. Bu ərəbcə kəlmələr. Halbuki bunların hamısı da bir çeşiddir və insan deyilən şey bu vəhşətin, bu qorxuyun, bu qorxulu düzənin, aşama düzəninin ən başındadır. Ən hiləkarıdır, ən qurnazıdır və ən acımasızdır. Və bizim bildiklərimizə dayalı ki, evrim sistemini oxumuşum və onun öğrencisiyim və o biraz önce intihar söhbəti olundu, özünü şey etmə. O yalnız insanda var. Çünki o bilinç insanda var. Hətta görünsə də yoxdur. Görünər ki, bəzi heyvanlarda böyle bir davranış, ancaq aslında yoxdur. Bu böyledir. İnsan gəlib böyle gəlişmiş. Və ərz elədik, 10 ila 12 çeşit insan çeşidi var imiş bu dünyadaki, onlar indi yoxdular. Bunların o değişik bəlahayı ərəzi və səmavinin arasında ən böyük etkeni olan insandır. Bu indiki bizim homo sapiendir ki, onlar aradan aparmış. Və ərz elədi ki, insan yer üzündə yürümüş ən qorxunc varlıqdır.
İndi bu insan. İndi biz bu insan gəlir, ailələr qurur. Yaxşı. Bu ailədə tabii ailəsinin yaşayır. İndi erkek tərəfindən baxsa, istəsəniz baxarıq. Qadın tərəfindən istəsəniz baxarıq. Heç fark eləməz. Burada bir kümə qurulmuş, bir ailə qurulmuş. O ailədə erkek var, qadın var, uşaqlar var və qan bağlıqları vardır. Qan bağlığı belədir ki, adam özünün, təbii qanı özünün özü ilə və ekizi ilə və %100 ekizi ilə %100 DNA paylaşır. Biz ona qan bağı deyirik Türkçədə. Çünki əskidən biz bilmirik DNA, ancaq qan bağı deyirik. Amma öz qardaşı ilə, ekiz olmayan qardaşı ilə və ya identikal ekiz olmayan qardaşı ilə %50 DNA'sini paylaşır. Və ya anası ilə və ya babası ilə. Və bu böyle gedir. Amcası oğluyla %25'e enir o. Ve üçüncü amoğlusuna o olur %12'ye. Ve böyle gedir aşağıya. Ve bunu siz böyle bir kan bağı olan bir küme düşünün, bir aile düşünün. Takriben 150 ila 200 kişilik insanlık bir kabile düşünün. Bu böyle. İnsanlar minler il böyle yaşayıplar. İnsan sosyeteleri zaten böyle başlayıptır. Çok küçük gruplarla 100, 50'ye de önceden derdilemiş. 50 ila 200'lük kabileler. Ki öbürü kabileden uzak yaşasın. Orada tabii ki çünkü qan bağı vardır. O qan bağı olanı koruyacak. Ve onu ve hayatta onu saklayacak. Ve hayatta kalmak gücü en güçlü etkendir. Burada. En güçlü etken hayatta kalmaktır ve onu korumaktır. Siz kardeşinizi qan bağı olan %50 DNA paylaştığınız kardeşinizi mutlak korumalısınız. Ondan sonra o %25, ondan sonra %12. Onun için belli şeydir. Şayet ve kazınlar, kuzenler, bütün aileniz, kabileniz budur. Ona göre sizindeki sosyetelerde görseniz birisi birinin beynini aldı da onu savaşa götüre, onu ölüme verir. Ona desem benim can kardeşimsin. Biz hamımız kardeşik. Biz gelip savaşacağız. Veya kullul müslümune ihve. Bütün Müslümanlar kardeştiler. O niye? Çünkü onu beyni alladır ki ben senden kardeşim, bəs öylesin ben senden yani %50 diyene şey diyorum ve qan bağımız var. Bir qan bağı olan kardeşimin gelip savaşacağız. Bu hemen o beyni aldatmaktır. Ona göredir ki o sosyetede o qan ve kardeşlik, biz hamımız bir aileyik filan orada buradan başlayır. O beyni aldat. Halbuki öyle değil. Herkes herkesinden kardeş değil. Herkes herkesinden öyle qan bağı falan yoktur. Evet uzun yani aileleri yani o kuşakları geriye geçsek bulunabilir. Ancak o qurumu, o kümenin ki beyninizdə yaratdıq 50 ila mesela 100 kişilik, 200 kişilikdə bunlar hayatta qalacaqlar və özlərində qoruyacaqlar. En büyük instinkt, en büyük qərizə budur ki, olacaq hayatta qalarlar. Və orada mütləq qurallar olmalıdır. O quralı kim quracaq? O aşama sistemi ilə, onun içində, o hierarxinin içində o ailəni quranlar. İndi başda matriarkı olsa qadınlar, o qadın, baş qadın, patriarkı olsa o erkek. O kural quracaq. Və qurallara görə şey olsun, uyalı. Hər kəs görə o qura uysun. Onun gözünün yaşına baxmadan hər kəs qurala uymasa o sistemi, o hayatta qalmağı bozur. Ona görə onun aradan aparılır. Qardaş da olsa, onun babası da olsa aradan aparacaqlar, öz uşağı da olsa aradan aparacaqdır. Və ama indi en azından diyelim ki mesela geçen 10 bin ildə öyle görünür ila 10 ila 15 bin ildə bu gruplar birbirinin yanına gelir. Bu kurumlar ki qan bağları var birbirine. İndi siz bir sosyetede yaşayırsınız, toplumda öyle diyeyim. Toplum yani bunlar toplaşır bir. Ona göre adı toplumdur zaten. Da gruplar değiller. Bu gruplar yığışır olur toplum. Bu toplumlar da birbirinden qan bağı çok yoktu. İletişimler olacaqdı, yani evlenecekler falan ama öyle değil daha. Bu toplumdur ve topluluktur. Topluluklarda kararı daha o ailelerin başları vermir. O ailelerin başları yığışır bir aile başına. Bir gruba verir, en güçlüsüne. O gene de kurallar burada düzelir. Gene de kanunlar olur ve belli bir anlaşma olur burada. O anlaşmaya İngilizce'de civil yani contract denir. Yani o civil contract'da
yani toplumsal anlaşmada bu var ki siz azadlığınızdan ki azadydınız qəbilədə və ya təkinizə bir yerdə dağda daşda hər iş görə bilirdiniz hər zaman. Daha indi hər iş hər zaman görə bilməzsiniz bu toplumda. O toplumun quralları ilə uyacaqsınız. Ona görə bəzi haqlarınızı verirsiniz o qruba ki sizi idarə eləsin. O haq bir dənə havuz kimi düşünün, bir dənə qab kimi düşünün. Bütün hamı gətirir, hər birey, hər qrup, o qruplar, o qəbilələr gətirir haqlarını tökür bu qabın içinə. O qabın sahibi, onu verirlər, onun adını qoyuruq dövlət, onun adını qoyuruq idarə heyəti, onun sistem. O haqları kullanır və onun daha üstün haqqı var, qəzavət haqqı var, hətta cəza vermə haqqı var, hətta savaşa götürüb sülhə gətirmək haqqı var. Çünki siz haqlarınızdan biraz verib sonra. Siz ona əskər də verəcəksiniz, para da verəcəksiniz, yəni maliyyət verəcəksiniz. Bu social contract böyle başlayır. Bu toplumsal anlaşma böyle başlayır. İndi o insan ki biraz önce ne deyik, gəldik da sivillikdən söhbət elədik, sosiallıqdan. Yani social contract'ın şeyi nedir? Sivillikte, civil society'den. Yani daha çok səhriş görə bilməzsiniz. Mesela siz dağda daşda o zaman ki varydınız, siz sevmediğiniz adamı, siz onu təhlükə zannettiğiniz adamı öldürürdünüz. Xarici düşün. Siz tanımı o təhlükə olabilir. Toplumda o işi görə bilməzsiniz. O kısıtlanmış. O şiddet ki sizdə vardı, o acımasızlıq, o vəhşət ki insanda var, gəlişim sürəsində və evrin sürəsində, o toplum sosietəsi bunu görə bilmir və bunun haqları məhdud olubdur. Özü o haqları veribdir social contract'da. Bu gəlir o özünə tərəf dönür. O vəhşiyyət. Ona görədir ki, insanda biz mazoxizmi görürük. Ona görə sosietədə hatırlasanız, oruçluqdan danışanda və bu mənasiklərdə, dini mənasiklərdə, mərasimlərdə biri görsən özünün burasına şiş soxur, biri qarnına şiş soxur, biri özünü dövür, biri başını dövür, birinə ağacla, zəncirlə, qəməklə, bıçaqla, ya özünü asır bu Filipində. Hər il olur və Peruda və bəzi məmləkətlərdə bu İsa'nın ölən günü gətirir barmaqları əlinin ortasına mıxla vurdururlar belə. Orada asılı qalır saatlar. Bu zəcr niyə çəkir? O həmən zəcr idi ki, istəyir insan o birinə verə. Şiddət eşiyə tərəf bir hərəkətdir. Çünki toplumda yaşayır, onu beynində onu çevirir içinə tərəf. Özünə eləyir. Və onu bir dövüş kimi kullanır. Currency İngilizce'de olur. Dövüş kimi. Şiddet ve qabalıq bir dövüş kimindir. Siz ne kadar çok dert çekseniz o kadar siz saygın insan olursunuz. İnsaf Ali Bey. Siz ne kadar mesela zindanda kalsa, mesela niye Nelson Mandela daha çok sevildi, tanındı? Niye? Çünkü çok uzun süre zindanda kaldı. Ben fikir edirəm 25 ildən 27 değil. Ya biri çok dert çekse, biri çok zəcr çəksə, o daha saygın adamdır. Hatta bir hərəkətin içinde. Niye? Çünkü o dert ve zəcr çəkmək veya o zəcri çəkmək, o dönüb özünə, içine dönmüş, içe dönmüş qatılıqdır bu. Siz ne kadar zəcr çəksəniz bir yolda, özünüzü daha çok haq sahibi bilərsiniz. Çünkü o dövüz nedir? O value, değer nedir? Derttir, zəcrdir. Mesela eşidir, bunu her gün eşidirsiniz siz medyada. Deyir, biz şəhid vermişik falan yolda. Her yerde eşidersiniz. Biz bu yolda dert çekmişik. Demek ki daha çok hakkımız var. Halbuki gerçekten öyle değil. Biri bu şəhidi sen vermemişsin, o üzücüydü böyle. Mesela bir şey vermemişsin. İçinizde bu ki dert çekmeyin, əziyyət çəkməyin bir şey yoktur, bir değeri yoktur. Aslında kötü bir şeydir. Ona göre insanda olan şiddet biraz önce istedik sabit edilmiş insan böyle bir mevcuttur. Acımasızdır, şiddet yaradandır, ve qabadır ve qatıdır. Bu eşiğe maildir normalde. Necə ki heyvanlara bunu gösteriptir. Necə ki o bir insanlar bilirsiniz çok acımasızdılar heyvanlara. Geçen 10 il gösterir ki insanlar heyvanların başına ne oyun getirmişler. Zaten onu kəsir yiyir. Yani onun gözünün yaşına bakmır. Ki bunun ailesi bunu gözləyir. Mesela avdır, gedib ava vurur, onu öldürür. Demir ki, ben bunun ailesi bunu gözləyir. Ya bu uşağına gedib süt verəcəkdir. Ben bunu vururam. Hər halükarda demək ki, bütünlüklə acımasızdır. Və bu acımasızlıq və bu şiddet eşiyə maildir.
Ama toplumda Ensəfəli bəy bunu istədim çalışan bu zamanda. Toplumda bunu yapa bilmir. O şiddəti eşiyə verə bilmir. Evindən eşiyə çıxıb 20 nəfəri qətlam eləyə bilmir. Bəzən də olur, xəbər olur da. Onu xəbər o bir nəfər silah aldı, getdi məsələn bir shopping mallda eşitibsiniz bunları. 20 nəfər öldü. Həmin o gerçək insan odur. Gerçək insan odur ki, şiddəti eşiyə verir. Eşiyə tərəf. Ancaq toplumda bu işi görə bilməz. Neynir toplumda? Bunu özünə mail edir. Bu bıçaq dönür özünə tərəf. Bu zəcri, bu şikəncə özünə tərəf dönür. Və qabalıq və xişunət də elə aynən budur. Ona görə özünə onu çevirir o sərtliyi, qabalığı, qatılığı. Hətta bir yerdə ki, biraz öncə dedik, toplumlarda belədir. Sosial kontrakt vardır, sən haqlarından biraz verirsən, ondan sonra dövlət o haqları gətirir, yayır. Və əmniyyət yaradır, yaradır, eğitim sistemi yaradır və özünü qoruma. Sosietəni sözdə qoruma, özünü yox. Nizam müqəddəsi yox. Sosietəni qoruma sistemi yaradır, ordu yaradır, bunu filan. O çünki o haqlardan biraz siz oraya verirsiniz. Amma işğala keçən bir sözümün son bölümünə girim. İşğala keçən bir torpaq, işğala keçən millətdə bu fonksiyonal deyil. Bu çalışmır. Bu sistem ki, biraz önce dedim, insan böyle şiddətlidir, gəlir sosietədə qəbilələr yaradır, qan bağı ilə qəbilələr, sonra bu qəbilələr yığışır olur bir yana toplum, bir yana şəhər olur, o şəhərdə bəlli kontraktlar olmalıdır, bəlli anlaşmalar olmalıdır, sizə mənim haqqıma geçməyəcəksən, mən sənin haqqıma geçməyəcəksən, haqları yığacaq bir yerə, devlət o haqları balans yaradacaq, taadil yaradacaq və sosietə sivil olacaq, yəni sivil olacaq. O, işğala geçəndən sonra bu mekanizm işlə, bütün bu dəstgahlar xarab olurdu. Ona görə oranın o şiddəti olanlar, o işğal altında yaşayan insanlar ki, şiddətləri var, qabalıqları var, qatılıqları var, gətirib da onu verə bilmir, yəni o haqlarından gətirib verə bilmir ki, bir dənə öz devləti yoxdur. Gətirsin bunu idarə eləsin və əmniyyət yaratsın, və cəza sistemi yaratsın, və ədalət sistemi yaratsın, və ordu yaratsın, və eğitim sistemi yaratsın, sağlıq sistemi yaratsın. Neyinir? O şiddət özünə tərəf dönür. Deyir, bəs məndə bir eyb vardır. Ona görə sizinlə danışanda, öz qardaşı ilə danışanda, öz ailəsi ilə, öz məhəllə adamı ilə o sərtdir. Amma işğalçının yanı üçün ona təslim olubdur. Onu daha güclü bilir və onu mərkəz bilir. Zaten öz haqlarının hamısı gedibdir. Çünki işğal olanda daha biraz öncəki danışdığımız haqlarından biraz verir və biraz alır. O Jean-Jacques Rousseau'nun tərif elədiyi, John Locke'ın tərif elədiyi filosofların ki, siz social kontraktı, o sivil bir kontraktı necə yaradırsınız? Yenə də təkrar edirəm. Haqlarınızdan biraz verirsiniz dövlətə, qısıtlayırsınız. Dövlət o haqları yığır, sonra onları paylaşır güc olaraq. Onu paylaşır və sivil sosietə yaranır. İşğal olunmuş yerdə onun imkanı yoxdur. Bu işləyiş, bu mekanizm dağılıbdır. Bir dənə işğal edici var, bir dənə işğal olan var. Bir dənə hakim var, bir dənə məhkum var. Ona görə o məhkum millətin üzvlərinin olan şiddəti, xişunəti, qabalığı dönür özünə sarı. Dönür özünə sarı. Ona görə özünə bətər şiddətlidir, çox sərtdir, çox bağışlayıcı deyil, acımasızdır. Amma düşmanın işğal eləyənin önündə pişik kimi bir şeydir. Yəni nə pişik daha xişunətlidir. Yəni nə deyim, yəni çox belə şeydir. Uslu və bəli qurban və əli üstünə onun başında əyilir və deyir ki, zaten siz bunlarla işiniz olmasın, mən özüm bunları idarə elərəm, mən onun qaranlığın qarovulluları olurlar. Bizə gələndə əslan olurlar, düşmanın önündə, işğalçının önündə belə pişik kimi belə uslu olurlar. O içə dönmüş qatılığı mən böyle eləyirəm. Baxdım fəlsəfi olaraq və ictimai olaraq. Bizim içimizdə də məsələlər var ki, yol bərk olanda öküzdən görər. Əlbəttə ki, öylədir. Yol bərk nədir? İşğal olubsan. Sən deyirsən, bəs mənim təqsirimdir. Mənimsə şirin sözüm sənin qulağa xoş gəlmir. Sənin üçün, çünki yol bərk, yol çox çətindir, dağılmışıq, biz getmişik. Mən də deyirəm ki, bizim təcrübələrimiz göstərir. Türk millətinin, dünəndə olmamış ki, Türk millətinin təcrübələri var. Təcrübələrə baxmalıyıq. Bu durumda neynədik biz? Çin milləti gəlib bizi işğal edəndə 2000 il öncə neynədik? Babalarımız, atalarımız daşların üstünə nələr yazıblar? Birləşdik. Bir-birimizə sözümüz xoş gəldi. İxtilaflarımızı kənara qoyduq. Səliqələrimizi kənara qoyduq. Bax, bu 2000 il öncə, 2400 il öncə Çin sərhəddində də işğal altında Türk milləti böyle yazmış. Ki, böyle o bizim qurtuluş sırrımız budur.
Ağa Mehmet Xan da istedi o zaman ki bu zəndicilər zaten istediler bir şeyler yaradı. Orada qalxdı bir qalxınma oldu Ağa Mehmet Xanla Qacar hökumətinin imperatorluğu yaradığında. O da bize bir derstir. Ne bileyim Osmanlı'nın kuruluşuna Mertoğlu Gazi'dir, Osman Gazi'dir, ne bileyim Orhan Gazi. Onlar nece yarattılar bu işgaldan kurtuldular. Yunan işgalından öz bölgelerinden. Ve evet de Cengiz Han'ın da Cengiz Han olan zaman hiçbir şey yok idi yani. Cengiz Han doğulanda bütün bunu parça parça kavimlarıydı, gruplarıydı. Çin işgalinin altında, Çin tercihinin altında. Necir? Önce o sülhü şiddet de olsa sülhü öz grupların arasında yarattı ve birleştirdi ve kalktı yukarıya. Başka çaremiz yoktu. Bu tecrübe olunmuş bir şeydir. Biz öz içimizde çok şeyler, çok meseleleri kenara koymalıyız. Bütün enerjimizi, bütün varlığımızı, gücümüzü, bilgimizi, pulumuzu kurtuluşa taraf yönlendirmeliyiz. Önce da bu insan hakkıdır, bu hayvan hakkıdır, bu kadın hakkıdır, bu işçilerin hakkıdır. Hamısı düzdür. Ama önce bu vatanı kurtarmalıyız bu yangından. Bu ateşten kurtarmalıyız. Ondan sonra o haklara ve demokrasiye falan, yani Güney Azerbaycan Milli Hareketi, demokratik değilsen, ay sen demokrat değilsen, aslında bu meseleler yoktur. Önce kurtuluştur. Önce gerek kurtarasın memleket işgaldan. Ondan sonra iller çekecek demokratize olmak, haklara yetişmek. Zaten Mustafa Kemal'in dediği gibi önce bağımsızlıktır ve sonra özgürlüktür. Bu bizim ilkelerimizdir. Ve biz insanın hatta milli kimliğini ve insanın şahsi kimliğini bile milli kimliğin içinde tarif ediyoruz. Sizin milli kimliğiniz berqərar olmasa, bərpa olmasa, sizin şəxsi kimliyiniz də yoxdur. Siz şəxsi kimliyinə mənə saldırın, mən də sizə saldırım. Ağzımızdan gələr də deyək, mən sizi sabit edeyim, siz yanlış, siz də mənə sabit edin. Biz heç bir şeyə, biz elə iki qardaş, bir millət içində iki qardaş, bir-birimizi əzəcəyik. Düşman da elə bunu istəyir. Biz nə etməliyik? Şiddəti, əgər şiddət varsa, əgər cəsarət varsa, əgər yiğitlik varsa, bütün gücümüzü yalnız işgalçıya qarşı qoymalıyıq və işgal bərtərəf olandan sonra öz dövlətimizi qurandan sonra təbii məclisimizdə, partiyalarda, xiyabanlarda bir-birimizin başımıza çalacaq çox bəhslər vardır. Çox təşəkkür. Çox sağ olun. Vaxtınızdan hələ qalır, əgər istəsəniz davam eləyəsiniz. Mən sözümü yetirdim. Tamam. O da sözüm budur ki, biz öz içimizdə daha mərhəmətli olmalıyıq və bu bulaqları gətirib bir-birinə bağlayıb çay etməliyik. Çayı, büyük bir çayı gətirib bulaq ayırmamalıyıq. Ki bu, mən yalnız bir insan haqlarını şeylərim. Mən insan. O biri də deyim, mən yalnız qadın haqqını şeylərim. Mən demirəm, o olmasın. Olsun, hamısı. Mən də Güney Azərbaycanda heyvanların haqqını savunuram. O biri də deyim, mən də Güney Azərbaycanda veya İran çapında. Normalde onlar əslində yalancı İrancıdırlar. Əslində, öləcəsə İranda qadın haqlarını danışır. İranda işçilərinin, hüquqi karicəri filan. Əslində hamısı öz şeytanlarının yanına gedəndə onlar deyirlər ki, biz İrandakı xalqların azadlığını istəyirik. Öz şeytanlarının yanına gedəndə öyle danışırlar. Bizim yanımıza gələndə deyirlər, biz Güney Azərbaycan Milli Hərəkətçiyik və burada işçilərin tərəfdarıdır. Yox, biz deyirik ki, biz nə işçi haqqının qarşısındayıq. Bizi tanıyanlar, bizim düşüncəmizi tanıyanlar bilirlər ki, elə Mustafa Kemal'daki qurtuluşçuydu da Türkiyədə. Nə işçi haqqına qarşıydı, nə qadın haqqına qarşıydı, nə uşaq haqqına. Nə. Bilirsiniz, Mustafa Kemal və onun yoldaşları və onun düşüncəsi qurtuluş öncə, bağımsızlıq öncə və sonra gördünüz ki, Mustafa Kemal'dan çox və Mustafa Kemal'ın düşüncəsindən çox qadın haqqını bərpa edən o bölgədə yoxdur. Uşaq haqqını bərpa edən zaten dünən irəli gün uşaq bayramıydı. O uşağı qaldıran yoxdur. Mustafa Kemal kimi və Mustafa Kemal'ın ətrafında olan yoldaşlarının düşüncəsinin savunduğu kimi işçinin haqqını savunan, milli haqları savunan, hər cürlü haqq desəniz savunulur. Amma siz bağımsızlıq olanda, siz zindanın içində oturmuşsunuz, mənim başımla vurursunuz ki, ay o ev içi düzəldəcəyik, o evin duvarları cəhburəht ola, kərpic ola, siman ola, taxçası bir ola. Külbaşlıqdır bu. Mənə də külbaşlıqdır, mənə də yazıqlar olsun. Sizə də yazıqlar olsun o zaman siz zindanın içində məni dövürsünüz və mən də sizi dövəm ki, o buradan çıxandan sonra nə zaman olacaq bizim o evimizin duvarları kərpiçdən mi, şeydən, simandan mı?
Halbuki biz bütün ağlımızı, düşüncemizi, gücümüzü, pulumuzu, hiyləkarlığımızı, hər şeyimizi kullanmalıyıq bu zindandan qurtulmağa. O zindanda İran adında millətlərin zindanı və Güney Azərbaycandır. Mən dayandırım yenə də çünki daha duygusallaşıram. Çok sağ olun, teşekkür ederim. Arz edeyim ki Oğuz Bey, siz asli meselelere parmak bastınız mı? Ya da yer kalmadı. Ama ben de çalışım bir ayrı açıdan bakım mevzuya. İşğala işarələr. İşğal çox önəmlidir. İşğal mənim düşüncəmdə iki səviyyədə işğal üz verir. Bir budur ki, gəlirlər səni torpağa alırlar. Bu işğaldır, torpaq işğalıdır. Bu bir şey değil. Bu əslində önəmli daşımır. Bunu gücü çalışarsan, yığarsan, əlvə azad elərsən. Məsələn, İkinci Dünya Savaşında Fransa belə oldu. Alman getdi, Fransanı aldı, getdi, Otrişi aldı, nə bilim, haranı aldı. Adamlar şikəst yediler. Təslim oldular zahirdə. Amma beyinləri şey olmamışdı, işğal olmamışdı, torpaq işğal olmuşdu. Adamlar gəldilər, beyinləri üçün işğal olmamışdı. Gəldilər, əl-ələ verdilər, mənfəətlərindən keçdilər. Yəni, bir-birlərindən rəqabət eləmədilər. Rəqabəti nə də elədilər? Rəqabəti buradakı daha çox güclənir. Sən 50 tümən verirsən, mən 51 tümən verim. O birisi 52 tümən, o birisi 55 tümən. Yavaş-yavaş beləsi gücləri bir-birinin üstünə qoymaq üçün rəqabət elədilər. Və buradan Almanın işğalından qurtardılar. Rusiya da bu cür oldu. Yəni Rusiya da Moskvadan getdi, Moskovun özü də işğal oldu. Əgər iştibah eləməsən, iştibah eləsən buyurun. Amma sonunda nədir? İnsanlar bir də hara işğal olur? Oğuz bəy, beyin. İnsanların beyni. Mənim nəzərimcə işğal o zaman oturur yerinə ki, beyin işğal olur. İnsanların beyni işğal nədir olur? Bu mühümdür. Amma işğal olandan sonra, bu işğal olandan sonra mən də yoxam, mən özüm yoxam, düşməndir. Mən düşmənəm, düşmənin formatindəyəm. Mən düşmən kimi düşünürəm də düşmənin adamıyam. Yəni fərq eləmir. Beynim işğal olandan sonra mən o cür düşünürəm ki, düşmən istir. Və düşmən mənə deyib, deyirsən, belə düşünürsən yaxşıdır. Mənfəətimiz bizim buradadır. Mən də o düşmənə tay düşünürəm. Birinci məncə beynimiz işğal olubdur. Nə cür işğal olur? Bu cür olur. Topraq işğal olur. Ya hətta torpaq işğal olmur. 57 inqilabında, mən bunu bir neçə gün bundan qabaqda dedim. 57 inqilabında Oğuz bəy, bizim beynimiz işğal oldu. Otağı fikri ki, Ləndəndə var idi, Amerikada var idi, orada burada var idi, Fransada var idi. Bu otağı fikir, bu düşüncə otağı, bu düşüncə adamları bir pratik siyasət tökdülər. Bu siyasətdə o adam ki, İranda 50 nəfər Xomeyni adında adamı tanımırdı, birdən-birə radyo BBC, Radio Fransa gətirdilər, bu adamı soxdular hamımızın beyninə. Və biz düşdük bir adamın beyninə ki, əslən bilmirdik kimdir, nə qarədik. Əslən tanımırdıq. Məsələn, Azərbaycanda mən deyərəm ki, Azərbaycanın başında 2 nəfər bu adamı tanımırdı. Ərəblərdə 2 nəfər bu adamı tanımırdı. Bəluçlarda 1 nəfər bu adamı tanımırdı. Türkmənlər əslən tanımırdılar. O birdən-birə bir dənə adam çıxdı ortaya. Bunu kim bizim zehnimizə yığdı? Kim bizim beynimizi yutdu ki, biz tamam gücümüzü verdik ona. Tamam haqlarımızı verdik ona. İnsanlığımızı belə verdik ona. Din baxışımızı verdik ona. Yaşam baxışımızı, əxlaqımızı, hər şeyimizi verdik adama. Bu hardan çıxdı? Məncə torpaq işğalı olmadı burada. Burada beyinlər işğal oldu. Bir fikir otağı gətirdi. Bu bölgədə siyasəti neyniyəcəm? Gətirdi, onun pratik elədi. Bir dənə Xomeyni gətirdi Parisə. Parisdə radioları gətirdi. 2 dənə radio, çox yox idi. O zaman İranda radio, 1-2 dənə radio var idi. Televizyonda gündə 4-5 saat idi. Çox deyil də Oğuz bəy. Yəni gündə 24 saat televizyon yox idi. Bir dənə şəbəkə var idi İranın başında. Bu da gündə 8 saat, 7 saat, 6 saat bərnamə yayardı. Ondan sonra isə yaymazdı, yox idi. Heç yox idi. Amma birdən-birə Radio İsrail, Radio BBC, Radio İsrail, Radio Fransa birdən-birə bir şey yaratdılar. Xomeyni, Ayətullah Xomeyni. Və bu, yer üzündə Allahın, siz o qabaq dediyiniz bəhsini də qeyd edirəm, yer üzündə Allahın nişanəsi deyə bizim beynimizi toxdular. Allahın simgəsidir. Əfəndim? Allahın simgəsidir. Bəli, bizim beynimiz işğal oldu Oğuz bəy.
Bizim beynimiz işğal olunsa təslim olduq. Biz Xümeyniyə təslim olduq. Xümeyninin iradəsi bizim iradəmizin yerinə oturdu. Bizi öz iradəmizi verdik Xümeyniyə və olduq Xümeynici, olduq, getdik Xümeyni. Nə dedi? Biz onu icra elədik. Dedi, öldürün, getdik, öldürdük bir-birimizi. Edamları bizlər elədi. Xümeyni heç kəsə edam eləmədi. Amma bir dənə zehniyyət yaratdılar bizdə. Xümeyn iradəmizi verdik Xümeyniyə. Xümeyni iradə elirdi, beynində fikir elirdi. İnsanlar burada bir-birlərini öldürürdülər. Əlbəttə bu İran baxış açısındandır. Yox, mənim düşüncəmdir. İran baxış açısından deyil. Mənim düşüncəm budur ki, beynimiz işğal oldu. Yəni həttəmən torpaq işğal olmadı o ləhzədə. O ləhzə torpaq işğal olmamışdı. Beynimiz işğal oldu. Beynimiz işğal olduğu üçün düşüncəmiz dəyişildi. Beynimizi işğal eləyənlər bizi o yörə yönətdilər, o yörə apardılar ki, istirdilər. Biz o cür davrandıq, o cür rəftar elədik ki, beynimizi işğal eləyənlər istirdilər. Hər halda. Mənim düşüncəmi ərz edəcəm. Əgər nəzərli olsaydı, buyurasınız. Burada bəhsiz girişərik. Məncə, biri bu oldu. Yəni, media və mediadan da öncə fikir odalarının, düşüncə odalarının siyasətləri və o siyasət üzündə insanları nə cür etkiləsinlər beyinlərin və nə cür onları kanalizə eləsinlər. Biz o insanlara bənzərdik ki, radio BBC bizi hipnotizm elədi. Hipnotizm eləyəndən sonra dedi ki, siz məsələn gedin bir-birinizi öldürün. Gedin Xümeyni nə desə siz olsunuz. Bizim öz iradəmiz yoxdur o mərhələdən sonra. Mənim nəzərimdə bir mərhələ düşüncələrdə belə olduq. Yəni düşüncə səviyyəsində biz işğal olduq, torpağımız işğal olmadan. Bəlkə də torpaq işğal olmuşdu. Yəni öncədən işğal olmuşdu, bizim zehnimiz hazırlənmişdi bu işğala. Amma o ləhzə Xümeyni üçün işğal olmamışdı. Xümeyni üçün tasım. Amma bəlkə də bu ola bilər ki, biz üçün 100 il deməyək, 50 il işğalın altındaydıq. Bu 50 ildə biz neçə dəfələr qətliam olmuşduq Oğuz bəy. Mən keçən dəfə sizin cənabınızla danışandan sonra bir dənə ayrı canlı proqramda danışanda gördüm ki, biz bir dəfə məşrutədə qətliam olmuşuq. Nə cür olubdu? Səttarxanı gətiriblər Tehranda adamları ilə. Yəni, siz də bunu deyirdirsə, millətin qaymağı, düşüncələri, eliti, siyasi düşünür eliti heç olmasa, bunları gətirdilər Tehranda, qətliam elədilər. Azərbaycanlılar dahi nəfəs çəkə bilmədi. Getdi. Ondan sonra bir dəfə Şeyx Məhəmməd Xiyabanında qətliam olmuşuq, bir dəfə Pişəvəri zamanında qətliam olmuşuq, bir dəfə ondan sonra bir kodita eləyibdi, necə o şey deyir, Sutvandır. O yazıq o Sutvanın adı yadımdan çıxır. O çalışıbdı. Orada qətliam olmuşuq. Ondan sonra 57 inqilabında şəriət mədarı hərəkatında qətliam olmuşuq. Ondan sonra da mücahidin xalqi deyə, marksistlər, kommunistlər deyə qətliam olmuşuq. Və cəlibdir. Çünki bizim cəmiyyətimiz çoxdur. Çox da bunların başında və tamam hizblərin başında. Çünki biz hakimiyyətdən işğal olduğumuz üçün, cavanlarımız hakimiyyətdən qaçmaq üçün o ideoloji ki, eləyə bilirdi, bunları birləşdirə, bunun əleyhinə gələ, gəlirlər, toplaşdı onun dövrəsində. Onun üçün biz o zaman məsələn solçu olmuşuq. O zaman Rusçu olmuşuq, Stalinçi olmuşuq, Leninçi olmuşuq, Marksist olmuşuq, Komünist olmuşuq, Kubaçı olmuşuq, Maoist olmuşuq. Bunların, amma ölən kim olubdu? Sonunda bunların hangisinin altında ölək. Qətliamlar, zindanda edam olanlar biz olmuşuq. Azərbaycan milləti olub, Türk milləti olubdu. O birisi millətlərdən də olubdu, amma biz özümüzü danışırıq. Bizim o birisi millətləri feilən danışmırıq. Və danışmaq da haqqımız o qədər yoxdur. Çünki məsələn, onlar özlərinin bilginləri vardı, düşündürləri vardı, danışalır. Biz bu mərhələdə beynimiz də yıxandı. Toprağımız işğal olmuşdu, beynimiz də işğal oldu. Pəhləviləri qəbul eləmişdik. İndi çox rahatlıqla, çünki beynimiz işğal olmuşuq, Xümeyni də qəbul elədik. Bu gəldi, biz bu yerə yetişdik. Ondan sonra nə oldu? Qətliamlar səbəbi oldu. Qorxu. Oğuz bəy, işğal qorxu yaradır. İradəni öldürər. Bizim iradəmizi öldürdü, qorxunu yaratdı, biz təslim olduq. Bundan sonra o kitablar, nə dedi biz onu oxuduq. Heç kəs evində ayrışda oxumadı Oğuz bəy. Çox az adam oldu. Məsələn, birdən deyək ki, o zaman 2 milyon türk var idi. 2 milyonun içində 2 nəfər məsələn mümkündür ki, gizlində türk oldu. Mənim yadıma gəlir, 57 inqilabından sonra bu aşıqlar qədğan oldular Oğuz bəy. Bizim famillərdən biri var idi, Allah rəhmət eləsin, öldü. Cəfər adında, o birisi adını deməyim, tanınmasın. Mən bir gün eşitdim ki,
bu zirzəmisinin pəncərələrinə difar qoyduruqdur. Aşıqları gətirir gizlinə, orada çalsınlar, təmrin eləsinlər. Yəni bu getdi ki, adam məsələn famil də bilməsin ki, biri gəlir mənim evimdə saz təmrin edir, ya saz çalır. Bu cür bir vəziyyətdə qorxu bu işi görür. Yəni adam deyir ki, gələrlər öldürərlər. Bizim məsələn famildən bir nəfər edam oldu. Bizim famildə də hamı bir-birinə yetişəndə danışmır. Siyasi danışmır. Bu nə? Bu o şeydir. İndi bu bizi hara gətirdi Oğuz bəy? Bu bizi düşməndən qorxuruq. Düşmənə cəsarət eləyə bilmirik. Kimə cəsarət eləsək bizi mücazat eləməz Oğuz bəy? Biz əgər farslılara cəsarət eləsəydik Xümeyniyə, Şaha, bizi aparırlar zindana, edam edirdilər, öldürürdülər, mühakimə edirlər, zindandan salır, işdən çıxadırdılar, işsiz qalırdıq, gücsüz qalırdıq, iş yerimizi əlimizdən alırdılar, mal heyvanımızı müsadirə edirdilər, əmvalımızı, evimizi müsadirə edirdilər. Bizim bəzi milli fəallarımız vardı ki, 2 dana, 3 dana evi müsadirə olub Oğuz bəy. Elə bu geçən 20 ildə ha. Adam birdən 1 milyar tümən zəmanətlə çıxıbdır, dövlət gedir onun evini tutur, əhliyalın evini tutur falan. Bunlar var, yəni bunlar olur, insanlar bunu görür. Bu bahis olur ki, biz kimə zorumuz çatar? Kimə zorumuz çatsa mücazat olmarıq düşüncəsi gəlir bizim ortamızda çıxır. Biləxərə biz bir yerdə bu içimizdə olan vəhşiliği, ya vəhşilik deməyək, bu üsyanı, bu içində olan şiddətdə o içinə dönür, onu arz edər. Bunu biz neyniyək? Bir yerdə boşaltmalıyıq. Özümə də boşaltmıram. İstəmirəm özümü boşaldım. İstəyirəm xanımıma boşaltmayam. İstəyirəm uşağımla boşaltmayam. Yox, istəyirəm bəli bir yerdə bunu boşaldım. Kimə boşaldım? Oğuz bəy orada oturubdur. Mən məsələn üzr istəyirəm, yarı köynək giyim, məsələn, yerimin üstündə uzanım, təxtimdə uzanmışam, döşəyimin üstündə uzanmışam, Oğuz bəyin çıxıram qabağım. Oğlum, dədəm, nənəm, mən xanımlar da görmüşəm Oğuz bəy ha, canlıda xanım uzanıb yastığının üstündə, tüpləri yəni, mən səni saymıram, mən səni adam hesablamıram deyir o qabaqdakı. Bilsə düşmanın önündə, yəni o güclü zənn elədiyin önündə çox değişir. İslam onu deyir. O fikirdir ki, məsələn bir dənə pastorla, bir dənə molla ilə, bir dənə farsla görüşəndə durur, arayışını edir, ya durur, giyinir filan köynəyin. Mən gedəcəm məsələn bu ilə. Ya bir dənə xanımla, ya bir dənə, yəni insan hər kəsi onun qabağında onu özündən güclü görür. Orada durur, neyinir? Durur, hazırlaşır. Durur, giyinir, durur. Mən məsələn, salam aleyküm, ərz edəm. Məsələn, mən bunları baxıram, ya belə görürsünüz, bəzən farslılara məsələn cavab yazıb. Məsələn, görürsünüz ki, elə dostanə, elə dostluq yazıbdır ki, gedib axırda məsələn da deyib ki, mən bunu yayacağam da, buradan deymişim, burada bir söyüş verim, geçsin. Ya axırda olacaq, bir dənə söyüş verdi, bağladı. Bu deyil. Siz o zaman ki, insanların oxudəsi var, Oğuz bəy. 100 ildir, neçə nəsildə bizim basmışıq, basılmışıq, döyülmüşük, şikəncə olmuşuq, zindana düşmüşük, qətlam olmuşuq, beynimiz yıxanıb, kitablarımız gedib, dilimiz gedib, hər şey ki, bunlar ki gedib, iqtisadımız gedib, işsiz qalmışıq, vətəndən köçmüşük, toprağımızı müftəsini ötürüb qaçmışıq, Oğuz bəy. Kətlərimizi müftəsini ötürüb getmişik, Tehranda işləmişik, fəhləlik eləmişik, bir ev yaratmışıq. Biz bu uğdələrlə yetişmişik. İndi bu uğdəni bir yerdə boşaltmalıyıq. İran dövlətinə boşaltamırıq. Xiyabanda polis qızlarımızı, arvadlarımızı vurur, nənələrimizi, bacılarımızı vurur. Biz dinmirik. Özümüzü vurur. Oğlanlarımızı tutur. Futbol meydanında hər yerdə tutur, aparır. Heç 100.000 nəfər orada adam tutuldu, heç heç yetmədi qabağa. Necə ki, traktordan çıxan 2 nəfər, 4 nəfər, 10 nəfəri tutublar, bu 100.000 nəfər səs salmır. Amma çıxır orada Azərbaycancıya. Amma gəlir. İndi Oğuz bəyi görür, İnsaf Əlini görür, Həsəni görür, başdır, şer olur. O niyə? O uğdələri boşaldır. Bunun içində bir uğdə var. Biz o mekanizmin deyik də demirik ki, o adamdır. Yox, insanlığı demirik. Deyirik ki, yəni bu adamda bir şey var. Bu adam əgər bilsə ki, haraya yönəltəcəkdir? O bilsə ki, mən əvvələn öz adamımla, siz indi bayaq buyurdunuz ki, bu adam məsələn qanları ikinci qardaşda azalır. Amma mən mütəqidəm, mənafiə qardaşlığı var. Qan qardaşlığı düzələndən sonra da yararlar. Eşit yararlar. Biz qan qardaşlığını gütməməliyik ki, biz mənafiə qardaşlığı, dil qardaşlığı, vətən qardaşlığı, əmniyyət qardaşlığı,
azadlıq qardaşlığı, yol birlik qardaşlığı, yolduq qardaşlığı, bunlar bizi bir-birinə rəvani bağlar. Mənafi, bunlar bizim mənfəətimizdir. Mən burada cənabınızla mənfəətim buradadır ki, Azərbaycan müstəqil olsa, bizim orada düşüncələrimizə yer olacaq. Ən az aşağısı burada da bizim düşüncələrimiz orada rahat. Gedib orada vətəndə rahatca bunları deyə biləcəyik. Uzaqdan deməyəcək. Gedəcək adamların içinə, adamlar sorğuların soruşuna falan. Amma orada adam da tumancaq gəlməyəcək bizim yanımda. Yerində uzanıb gəlməyəcəkdi bizdən soruşa. Adam duracaq, giyinəcək. Mən dedim, Oğuz bəy cənablarından özü bu tür şey. Baxın, bəzən görürsünüz, siz bəyəxlər bir şeyə işarə ediniz. Mən adını deməyim, amma üstün deyim də. Adam İlham Əliyev cənablarına deyir filan. Oğlum, sən kimsən? Kimi müxatib edirsən? Köstəbək çox yanlış ya, o Köstəbəksə İran dövlətindən. İnsanlar Oğuz bəy bilmir ki, bu məndən 2 il, 5 il, 10 il çox hərəkətdə olubdur. Çox təcrübəsi var, çox savadı var, çox elmi var. Bunu Farsa gedəndə fərqli düşünür ha. Fərqini düşünür. Döktür Ziba Kəlam deyə ağzından düşmür yer. Amma bir dəfə Oğuz bəyə məsələn mən Döktür Oğuz deyim deyə bilmir. Bilirsiniz niyə? Çünki onun zehnində o düşmanı simgələyir, o üstüncə, yuxarı baxır. O gücü. Oğuz bəy məsələn deyirəm, misal vururam, İranın vəzir xaricəsi, vizarət xaricəsində hamısının ingilisindən çox ingilisi başarır. Fəlsəfəni çox başarır, amma o birdən deyir ki, güc amili yapışmayıb ona görə. İstəyirəm onu ərz edirəm. Məsələn. O adam deyir ki, vəzir, bu sifarətxanada işləyirdi, səfir idi, onun vəzir idi. Onun yanına... Niyə? Çünki onun zihnində o güclüdür. Güc onun əlindədir. Mən ona yapışsam bir şey gələr. Amma Oğuza İnsaf Əliyə yapışsam mənə bir şey gəlməz. İndi gəlmir. Onu beyni onu hesablayır. Mənfəət hesablayır. O mekanizmi odur. O pis adam deyil ki, onun beyni onu hesablayır. İnsanın beyni özü mənfəətçil heyvandır. Mənfəətim hardadır, mən ora gedəcəm. İndi cənabınızla mən niyə biz o mənfəətə getməmişik, Cumhur İslamiyə getməmişik, gəlmişik bura? Çünki biz mənfəətimizi burada görürük. Biz böyük mənfəət düşünürük. Amma burada görürük, hər halda bunda görürük. Məsələn biz istirik rəis cumhur olaq. Məsələn istirik ki, vəzir olaq, istirik dövlət quraq. Yəni biz o böyük gücü görürük, o gücü qurmaq üçün gedirik. O adam gücü qurmaq üçün getmir. Bir gücün yaltaq olub oradan bir şey, bir qaşıq da mənə... Yalaqası olmağa gedir. O gedir orada astansın. O bir nəfər axtarır ki, astansın. Onun üçün o gəlib məsələn bizdən soru soruşanda, ya bizlə danışanda, ya İlham Əliyev cənabları, ya Erdoğan cənabları danışanda ona ağır gəlir. Bir də bu var, Oğuz bəy. Fars ilə xodzəli, özün vurmaq. Onu dedik də. Yəni adam gəlir, danışır Farsla, əvəzin ki, Farsı tənqid eləyə, birdən könül deyir ki, məsələn, Erdoğan da beləsi. Mən Erdoğanı da tənqid elərəm, Əliyevi də tənqid elərəm, Xomeynini deyə bilmir, Xameneyini deyə bilmir. Orada özün vurur. Yəni, burada gəlir, əvəzin ki, düşməni vuraq. Gəlir, özün tənqid. Əvəzin ki, gedə İranı tənqid edir, gəlir, Türkiyəni tənqid edir. Türkiyə Kürtlərin, sənə nə Kürtlərindən Türkiyənin ilgidir? Çox təşəkkür. Sən Türk mənafeyini düşünəcəksən, ya Kürt mənafeyini. Sən İranın mənafeyini düşünəcəksən, ya Türkün mənafeyini düşünəcəksən. Baxın, bizim zihnimiz üçün buna yetişmir. Bir insanlarımızın birazının, hamını yox ha, birazının zihni buna yetişmir ki, mənə nə rəbti vardı ki, Türkiyə o birisi millətlərin düşməni ilə Türkiyə hər nə istəsə rəftar etmək haqqı var. Bir də, hə. Biz indi bunu şey eləməliyik, yəni bunun fərqini ayırmalıyıq. Bunun üçün də əgər gəlirik milli hərəkətdə olan ya olmayan bir Türk ilə danışırıq, onunla əvvələn giyinəcəyik. Yəni bunu bilək ki, biz saygı qoyacaq. Qardaşımızla danışaq, bacımızla danışaq, nənəmizlə danışaq. Məsələn, tumansaq getmirik ki, yəni dədəmizin yanına. Mən sənin arvadın deyil, o da sən şeyi deyil, qız dostun deyil. Bu iki dənə sən bu vəzindən bu əslən çıxa bilməsin. Həqiqətən çıxasan canlı yayına deyəsən ki, məni gətir bura, mənim də sözümə cavab. Sən kimsən? Sənə niyə gərək cavab verəm? Sən təyin eləyə bilməzsən, bu otağı bu açıbdı, Oğuz bəy açıbdı. Mənə deyir ki, bu işi biz bu mövzuda danışacağıq. Ya danışaram bu mövzuda, ya deyirəm Oğuz bəy, mən gəlməyəcəm. Yəni yolu budur. Çünki otağın qanunu siz qoyursunuz ki, bu otaqda bu qanunlarla toplanacaq. Bu otaqda daha yumuşaqlıq, amma yəni yenə də biz tohin eləməyəcəyik heç kəsə.
Biz burada hətta Xameneyiyə belə tohin eləmirik. Yəni Bizim yoxdur axı. özümüzə əsk etmirik axı. Bizim deyəcək sözümüz var. Tohin ehtiyac yox. Sən bizim ehtiyac yoxdur ki, özümüzə əskildək, özümüzü gətirək, yendirək aşağı, savadsız, mərifətsiz, ədəbsiz insanların yerinə qoyaq. Məntiqsiz adamların yerinə qoyaq. Yox ki, mən söyüş verəcəm Xameneyiyə, filancısı. Yox, biz elə burada sözümüzü deyək, Xameneyin evi yıxılar. Bu mənim nəzərimə bizim biz deyil baxışımız bir-birimizə değişməlidir. Bir-birimizə baxırıq, bu mənim Türk qardaşım, bu mənim Azərbaycanlı qardaşım, bu mənim Qəşqayı, bu mənim Türkəmən. Biz burada bunu düşünəcəyik. Bu adam savadı da məndən işıq olsa, təcrübəsi də məndən işıq olur, mən buna hörmət qoyacağam. Mən buna alicənab deyim. Mən buna deyim ki, əfəndim, böyüyüm, dostum, qardaşım, ustadım, müəllim. Azərbaycanda hamıya müəllim deyirlər. Mənzur bu deyil ki, sən mənim müəllimsən. Yox, sən mənim böyüyümsən. Mən sənə hörmət qoyuram. Biz bu hörməti örgəşməliyik ki, bir-birimizə yetişdik. Xanım olsun, ağa olsun. Türkiyədə Oğuz bəy, bir dənə gözəl bir şey var. Mən bunu Türkiyədə yaşadım. Uşaq nənəsini çağırır, ya dədəsini çağırır. Bir yaşı var, taza dil açıb. Baba, əfəndim. Baxın, əfəndim, Allaha da əfəndim deyir. Burası mühümmüdür. Allaha da əfəndim deyir, o uşağa da əfəndim deyir. Mən bir dəfə getmişdim Türkiyəyə bir dostumuzla danışırdım, dedim ki, mənim nəzərimə ən ədəbli dil Türk dilidir. Çünki orada gəlir, Allahla insanı qoyur bir təraziyə. Deyir ki, Allah necə böyükdür, mən ona hörmət qoymalıyam, öz insanıma da, öz xanımıma da, öz nənəmə də, öz bacıma da. Bu qədər biz, Oğuz bəy, bizim bir dənə zəifimiz vardı, o yenə işğaldan gəlir, bunları bəhs elədik, tikrara istəmirəm eləyəm. Biz gəlirik, bir yere yetişirik, deyirik ki, xanımımızla, uşağımızla, nənəmizlə narahat olup, oğdəmizi tökürük bunların başına, vururuq. Niyə ki, zorumuz çatır, onların zoru çatmır. Zorumuz çatmaya nə həml edirik, fikirlik ki, zorumuz çatır. Amma biz əgər bunu desək ki, mən öz əxlaqsızlıqdır. Əxlaqsızlıqdan da getir Oğuz bəy, insansızlıqdır. Zor. Mən bir cümlədə deyim qutarım. Biz nəzərimə gəlir ki, gələk bu yerə yetişək. Deyək ki, məndən bir yolda olan, məndən bir qanda, bir ruhda, bir həmətdə olan, o ki deyir, mən İranlıyım, o ayrı. Və İran mənə mühümdür, o ayrı. O düşmənə gedir, o gedir düşmən səhvinə. Belə o ki deyir, mən Azərbaycan bir-birinə gələndə bir-birimizə ən üstdə və onun üçün hazırlıqlı, fikir hazırlığı, əxlaq hazırlığı, davranış hazırlığı, geyim hazırlığı. Məsələn, mən cənabınızı heç vaxt tuman paça görməmişəm. Nə özümün yanımda, nə sizə gələndə, nə siz bizə gələndə belə bir şey bir. Yəni biz bir-birimizi sayğı səviyyəsi ən aşağı səviyyə ki bir-birimizi görürük, budur ki kravatımıza çalırıq. Yəni bizim də bundan aşağı səviyyəmiz yoxdur. Bir-birimizə daha indi ki biz ikimiz danışıq, bundan çox bir-birimizə hörmət qoyuruq. Bir-birimizi görəndə gedirik bir yerdə yemağa, biz bundan çox niyə deyirik ki, biz yoldaşıq. Yolumuzu bərabər gedəcəyik. Bir hədəf, amacımız birdir, dilimiz birdir, kültürümüz birdir, fərhəngimiz birdir. Mən təşəkkür edirəm ki, bu imkanı yarattınız. Əlbəttə dediniz, siz özünüz şəxsən olaraq çox sayğın birisiniz və sayğılı birisiniz. Həm sayğınsınız, həm sayğılısınız. Sayğı dəyərsiniz. Mənə görə hər milli hərəkətçi öyle olmalıdır. Sayın Salih Bayıldırım'ın sözüne istinad edeyim. Deyir ki, Milli Hərəkət, Cümhuriyyət Azərbaycan Milli Hərəkəti özü bir üniversitedir. Bu üniversiteden mezun olanlar əxlaq öğrenirler, erdem öğrenirler, saygılı olarlar. Onlar uyuşturucu çekmezler. Onlar bedenlerine zarar vermezler, beyinlerine zarar vermezler. Xəyanət etmezler yoldaşlarına. Yani üstün erdeme ve üstün əxlaqa söykənirlər Güney Azərbaycan Milli Hərəkəti. Zaten biz üstün əxlaqa yetişməsək, biz üstün saygıya və ərdəmə yetişməsək, biz nə iş görürük bəs? Məyər istəmirik millətimizi qurtaraq, məyər istəmirik millətimizi ucaldaq, yüksəldək, güclü eləyək. Bizim rəhbərimiz, böyüyümüz, düşüncə rəhbərimiz, rəhbər Türkiyədəki deyilən anlamda dedim, rahnumamız, yani o yol göstərenimiz Məhəmməd Əmin Rəsulzadədir.
rəhbərimiz peşəvəridir. Görün, hər zaman necə görünür? Hər zaman necə xitab edir millətə? Necə həm sayğındır, həm sayğılıdır. Məhəmməd Əmin Rəssadə özünə, ailəsinə, bizim rəhbərimiz, yol göstərənimiz, rəhnumamız Mustafa Kemal Atatürk'dür və gözəl yoldaşlarıdır. İndi ya Qarabəkir olsun, ya İsmət bəy olsun, ya hər kəs olsun. Hər zaman sayğılı, sayğın görünmək, sayğın danışmaq, söz yetirmək və kibar olmaq. Türkiyədə çox gözəl bir söz işlədirlər. Kibar olmaq, yəni ədəbli olmaq, yəni. Yəni sözü gərək yetirmək lazımdır. Yoxsa lazım deyil söyüşünə. Və sizin dediyiniz kimi, məsələ istəyirsən bir yerdə bir söz yetirəsən, öyle terli ilə, nə deyirlər, can kör nə deyirlər, öyle az kör nə, t-shirtlə, m-shirtlə, yatmaq paltarı ilə yatağın içində. Mən də belə düşünürəm, sən də. Bu bizə yaraşmaz. Bu bir Türk'e yaraşmaz. Bizler öz uşaqlarımızın önündə belə, biz canımızdan düzəltdiyimiz uşaqların önündə heç zaman saygısız olmamışıq. Özümüzə saygı birincidir, ətrafımızdakilərə saygı ikincidir, o da birincidir və millətimizə, xalqımıza bu saygı ərdəmin və əxlaqın lap içindədir. Ta o saygı pərdəsi, o sınırı bozulmamış, hiçbir şey olmaz. Bize kurtuluş var. Yeryüzünde Türk'ün erdemini, o güzel söz var deyir, kim bozabilir deyir. Çünkü bizde saygı var, sevgi var, muhabbet var ve hakikaten saygı sınırlarını birisi geçti de ondan sonra da bir şey kalmadı. İşte ondan sonra her iş görebilirsin. Her kötülüğü yapabilirsin. Önce o saygı sınırını bozmayacaksın. Biz bir gün Sayın İnsaf Ali Bey 2 bölümde danıştık. Biri ikinci bölüm daha düşüncesel konular. Birincinde haber tahliller, geçen haftanın haber tahlillerini elədik. Umarım ikisi de save olunur, ne diyorlar, yığılır, qalır. İkinci bu bölümün başı içe dönmüş qatılıq idi. Qatılıq veya qabalıq. Ben bu barədə bir şey başlamışam yazmağa dünən irəli gün ki, bu barədə danışırdıq. Onu bu hafta həttəmən ki, biter o yazı ve onu yayacağım. Ki necə biraz önce anlattığım kimi o şiddet ki insanda vardır, zatında vardır. O necə özüne dönür illadakı yer bərk olanda, işgal altına gedəndə. Mən sizdən təşəkkür edirəm bugün vaxtınızdan. Çox sağ olun, var olun. Dostlardan niyəcəyik Səfər bəy, gələn həftə? Efendim? Gələn həftə Pərşənbə günü nə niyəcəyik? İnşallah ömür olsa gələn həftə Pərşənbə axşam. Aha, onu mən istəyirəm sizə təklif gətirəm. Getməmiş elə burada dostların huzurunda bunu bəhs edir. Oğuz bəy, yaydır, yazdır, yaya gedirik və insanlar saat 9-da evə gəlməyəcəklər. Aha. Biz bunu aparaq 10-10 yarıma. Çünki o zaman evə gələcəklər. Çünki indi yaydır, evə gəlməyəcəklər. Orada qoyulub qalacaq da, baxarlar da sonra. Yox da, canlı istirik adamlar görsün. Cənabınızın sırrını. Biz bunu İstəsəniz bir gündə 9-un sırrını anlatarıq. 3 yarıma salaq məsələn saat. Yəni Toronto bəxtli 3 yarıma. Məsələ 10 yarıma salaq məsələn Toronto şey. Onu həttəmən danışarıq. Hə, onu danışırıq. Mən nəzərimdə əziz yoldaş, təcrübədə görürəm ki, o zaman insanlar çox olur canlı yayına gəlmir. Sonradan da baxanlarımız var. Tamam. Həttəmən. Əziz yoldaşımız ki burada. Tamam sizdən və mən bir söz artırayım. Əziz yoldaşımız ki burada qorxuya yenilməkdən və ya manqurt olmaqdan yazdı. Əlbəttə ki qorxu insanı və milləti küçüldər, balacalandırar, kiçildər və onu manqurt olmağa müsait edər. Onu mən qısa cavab verim. Sonra inşallah danışarıq. Siz sağ olun. Burada hər kəsin hövsələsindən təşəkkür edirəm. Və gələn Pərşənbə günü saat 9-da Təbriz vaxtı hər zaman. Biz saatlarımız Təbriz vaxtına qurmuşuq. Sonra saat dəyişiklik olsa onu həttəmən ki bildirəcəyik. Çox sağ olun, hər kəsə sağ olun. Sağ olun. Hələlik.